İran şahının arvadı Fərəhin belə bir şakəri vardı. Əri bir yandan milləti uf demədən qırır, bu isə cüzamlı xəstələr üçün qospital açıb, tez-tez ora gedib, millətə özünü canı yanan kimi göstərir. Bu haqda da qəzetlərdə, televizorlarda çoxlu xəbərlər təşkil etdirərdi. Sap sağlam adamları qırdıranlar güya xəstələri azıyırdılar. Sonra nə oldu? İnqilab. İnqilabdan sonra şah da, arvadı da ölkədən qaçdı. Onlara ən əziz dostları belə yaxın durmadı. Hamı düzəmli xəstələr kimi onlardan məsafə saxladı. Taleyin ən amansız rəftarı isə ABŞ-da baş verdi. Xərçəng xəstəliyi kükrəyən şahı hər yanda inqilab fədailəri axtardığından onu gizlətmək lazım idi. Elə buna görə də heç kimin ağlına gəlməməsi üçün əzəmətli şahı dəlixanada yerləşdirdilər. Şah il yarım dözə bildi bu keşməkeşli həyata, stresə. Öldü getdi Cənab-ı Malikin kösövlü məmurlarının sərəncamına.